Hal-hazırda Şəkidə ən çox yay vaxtı fəaliyyətdə olan Axundzadə parkındayıq. Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatının dramaturgiyasının banisi, müasir düşüncə tərəfdarı, filosof və ictimai xadim idi. Və eyni zamanda bunu da qeyd eləyək ki, Mirzə Fətəli Axundzadə Şəkilidir. Bu park Şəki şəhər mərkəzinə təxmini 5-10 dəqiqəlik məsafədə yerləşir. Bu parkın digər özəlliyi də budur ki, Şəkidəki parkların içində ən çox bu parkda əyləncəli fəaliyyətlər var. Və burada insanlar rahatçılıqla gəlib piknik eləyə bilir və özəlliklə də piknik elədikləri ərazini təmizləyib gedirlər. Videonu çəkməzdən əvvəl bir müşahidə elədiksə, parkda zibillər çox azdır. Bunun da səbəbi parka gələn insanlar əllərindəki zibilləri zibil üçün nəzərdə tutulmuş qutulara atırlar. Və parkdan istifadə edən hər kəsə də bunu tövsiyə edirik ki, bu şəkildə davam eləsin və parka gələn hər bir şəxs, ailə, uşaq, böyük parkdan rahatçılıqla istifadə eləsin. Əgər Şəkiyə qonaq gəlmisinizsə yay vaxtı, mütləq şəkildə Axundzadə adına parka gəlməyi unutmayın. Təxmini 20 manat məbləğlə parkdakı bütün əyləncə xidmətlərindən rahatçılıqla istifadə edə bilərsiniz. Hər kəsi parkdan düzgün şəkildə istifadə etməyə çağırırıq. Bizi izləməyə davam edin.